Allah Teala deyir ki: "İnnema ya'murukum bis-su'i vel-fahşâ ve en tequlu alallahi ma la ta'lemun." Şeytan sizə pisliyi və fahiş işləri əmr eləyir. Dərhal sən bu ayəni dəlil gətirib o fikrin qabağını kəsməlisən ki, müsəlmanın əməli deyil bu əməl. Müsəlmanda Allah Subhanahu wa Ta'ala kişilərə kişilik hissiyatı verib, qadınlara qadın iffəti verib. Sən necə ola bilər deyə bilərsən ki, bir kişi başqa kişiyə, bir qadın başqa qadına. Yəni belə bir şey demək olarmı dəyərli qardaşlar? Adam deyir ki, Allah bu barədə heç bir ayə nazil etməyib ki, qadağandır. Yəni məgər Allah Teala deməli idi ki, belə bir şey olmasın, hətta Allah Teala ayələr nazil eləyib. Lut qövmü, hamımız bilirsiniz dəyərli xalqımız, yazın, baxın, müasirçilikdir, süni intellekt var. Əlimizdə Quran kitabının tərcüməsi olmasa da, onun dediyi kimi Həzrəti Qoqul var, yazın orada baxın, görəcəksiniz, Lut qövmü olub, kişilər kişilərə gedirdi. Allah ona görə məhv elədi onları. Deyir, Allah belə ayə nazil eləməyib. Necə ayə nazil eləməkdir Allah Subhanahu wa Ta'ala? Elə belə ayələr nazil edeyim. Lakin sən bu işlərə ravac verirsən.